sürtünmə qüvvəsinin adı dəyişir, olur sürüşmə sürtünmə qüvvəsi. Və o qüvvədə, bu qüvvədən kiçik olur. Xeyli kiçik olur və sonra bizim qüvvəmiz həmin qüvvəyə bərabər olarsa, deməli, o bərabər sürətli düz xətli gedə bilər. Bax, buradakı sürtünmə əmsalı sükunət sürtünmə əmsalı adlanır. Amma buradakı sürtünmə əmsalı kinematik sürtünmə əmsalı adlanır. Buna yəni adi bir cisim olsun. Əsas onu yerindən tərpədməkdir. Yerindən tərpədəndən sonra aparmaq daha asan olur. Çünki sürtünmənin yaranma səbəbi də biz deyirik ki, buradakı cismin molekulları ilə bu sətin molekullar arasında cazibə qüvvələri olur. Bunlar bir-birinə cəzb olunur, yapışır və onları qoparmaq çətindir. Amma bunların cazibəsini qırıb bunu hərəkətə gətirəndən sonra artıq həminki cazibə yaranmağa imkan tapmır. Çünki bu hərəkətdədir. Elə təsəvvür eləyin ki, sürüşmə sürtünmə qüvvəsi, sükunət sürtünmə qüvvəsinin maksimal qiymətindən bir qədər kiçik olur. Və bu testlərdə ona önəm verilib, ona görə də çaşmayın. Deməli, sükunətin maksimum qiyməti olur növ statik sürtünmə əmsalı, burasının N. N də burada təzyiq qüvvəsidir. Amma sürüşmə sürtünmə qüvvəsi, o da N-lə düz mütənasibdir, F sürüşmə. Bu da kinematik sürtünmə əmsalı ilə yazılır. Bu kinematik sürtünmə əmsalı kiçikdir statik sürtünmə əmsalından. Yəni, qalan şeylər bizim kitablarımızda var da, əlavə bura heç nə eləmək istəmirəm. İndi hansına deyirsinizsə, baxaq, burada maraqlı suallar var, testlərdə, gəlin baxaq. Neçəyə baxaq, müəllimlər? Zəhmət olmasa müəllimə birinci suala baxardıq da. Bu elastik qüvvə dərsindən. Bəli. Baxaq, əvvəlcə elastikə baxaq, ondan sonra deməli, sürtünməyə baxaq. Deyir ki, deməli, 3 dənə döngədir, birinin radiusu R-dir, birinin radiusu 2R-dir, obrusinin da radiusu R-dir. Bunu yazaq bir yerə qeyd edir. Deməli, birincinin radiusu R-dir, ikincinin radiusu 2R-dir, üçüncünün də radiusu R-dir. Belə bir 3 döngə verir. M kütləli X və Z avtomobili ilə 10 M kütləli Y yük maşını verilən üfüqi döngələrdə sürüşmədən ala biləcəkləri maksimal sürətlər V. Deməli, bu X maşındır. Bir də bu da Z-dir. Z-dir. Y maşının da kütləsi 10 M-dir. Bu da Y-dir. Deməli, bunların kütlələri M-dir. Bunun kütləsi də 10 M-dir. Düzdürmü, ay müəllim? Bəli. Müəllim, orada kütlələr nəzərə alınmır. Heç ala biləcəkləri maksimal sürətlər V. Sürətlər də var. 10 M yazıb da, 10 M. Yəni 10 dəfə çoxdur. Bunun sürəti 2V'dir, bunun da sürəti 2V'dir. Belə bir şey verir. Təkərlər ilə yollar arasındakı KX, KY və KZ sürtünmə əmsalları arasında hansı münasibət var? Burada siz çaşmayın, K ilə bizdə növ kimidir də. Yəni. İndi döngədə hərəkət zamanı, əgər cisim döngə ilə hərəkət eləyirsə, sürtünmə olunur. V bərabərdir, V kvadratı böl R ilə yazmalıyıq, müəllim. Bəli. Deməli, bunu çevrə üzrə fırlatmaq üçün, təcil vermək üçün bir qüvvə lazımdır da. Həmin qüvvə də olur sürtünmə qüvvəsi, düzdür? Ona görə də yazırıq K, MJ, bu K yenə deyir, amma bu nüyünün əvəzindədir, çaşmıyor. Bərabər olur M, mərkəzə qaçma qüvvəsi və V kvadratı bölünsün R-ə, düzdür? M-lər ixtisar edir, K-nı tapanda qalır V kvadratı bölə R. Və buradan biz görürük ki, heç bu K kütlədən asılı deyil. Ona görə də bunlara baxmaq lazım deyil. Bu kütlədən asılı deyil. Bizdə asılıdır sürətdən bir də radiusdan. Ona görə də X-in K-sı olacaq nə? V kvadratı bölünsün R. Düzdür? Y-in K-sı
bərabər olacaq. Bunun sürəti 2v olduğuna görə kvadratı eləyir 4v kvadratı. Amma radiusu da 2r'dir. Görürsünüz, burada verilib radius 2r'dir. Buna görə olur 4v kvadratı bölünsün 2r. Bu da bərabər olur 2v kvadratı bölə r-ə. Düzdür? KY-də bərabər olur nəyə? Deməli, 4v kvadratı bölünsün r-ə. Deməli, bu da elə bilin ki, ədədlə ifadə eləsiniz. Bu 1-ə bərabər olur. Bu 2-yə bərabər olur. Bu da 4-ə bərabər olur. Düzdürmü? Ona görə də cavabımız olacaq z böyükdür y-dən, o da böyükdür x-dan. O da bizdə olur y variantı. Bax, buradakı y variantı. Görürsünüz? Z böyükdür y-dən, o da böyükdür x-dan. Aydındır? Bəli, müəllimə, sağ olun. Sağ olun. Sonra neçəyə baxaq müəllimlər? Beşə baxaq Sevda müəllimə. Baxaq. Əslində asan deyil, prosta qarışdırdım bunu biraz. Olsun. Aslında adam çaşanda elə asadda da çaşır. Ona görə diqqətli. Orada asan sualın balı az, çətin sualın balı çoxdur deyilən belə bir şey yoxdur. Bir sətlik əmsalı KX olan 4 cm uzunluğu X yayının ucuna M kütləli cisim bağlanmışdır. Sətlik əmsalı KY olan 4 cm uzunluğu Y yayının ucuna 3 M kütləli cisim bağlanmışdır. Deməli, biri X yayıdır, biri də Y yayıdır. Düzdür? X-nin də bunların uzunluqları L0'ları 4'dür, eynidir. L0 4'dür, düzdürmü? Sonra deyir ki, birinin ucuna M kütləli cisim bağlanıb, o birisine da neçə M bağlanıb? 3 M kütləli M bağlanıb, düzdür? Deyir ki, hər iki üfüqi müstəvidə o mərkəz ətrafında eyni periyodla fırlanırkən, hər iki üfüqi müstəvidə o mərkəz ətrafında eyni periyodla fırladılarkən, X yayı 2 cm, bu X-imiz olur burada 2 cm, amma burada Y yayı isə 3 cm uzanır. Buradakı X da olur 3 cm. X burada uzanmadır, mütləq uzanma. Deyir, tapın görək KX bölə KY neçədir? Deməli, buradan bizdən soruşur. Sualımız budur. KX bölə KY. Onda fırladır deyir, əvvəlcə F bərabər KX yazsaq. F əvəzinə Burada bir də deyir ki, T'lər bir-birinə bərabərdir. ona görə də periyod olan. Deməli, bir də baxaq. Deməli, birincidə olacaq KX vurulsun. Deməli, qüvvə nə qədər olacaq? X qədər 2 cm uzanıqda, vurulsun 2. Düzdür, bərabər olacaq. MV kvadratı, M 4pi R kvadratı, 4pi kvadratı R bölə T kvadratı. Düzdür, R-imiz nə qədər olacaq? Bu öz uzunluğu 4'dür, 2 cm uzanıb, düzdürmü? Onda bu uzunluğu olacaq 6. Düzdür, 6 olacaq da. İndi ikinci üçün yazacaq. M-dəki M-dir, düzdürmü? M-dir. Siz diqqətli olun. KY-dəyə vurulsun, bu da uzanması nə qədər olub? 3 cm olub da. Bu dəhlizdə gözləyənlər adamın bütün əsəbini pozurlar. 4pi kvadratı vurulsa, bəs bunun uzunluğu nə qədər olacaq? 4 cm olur, üstünə də gəlib, neçə olub? 7 olub, düzdür? Bölünsün T kvadratı. Kütlə isə burada nə qədərdir? 3 M-li var, 3 M-li. Bu belə olur. Bu 3'lər gedir onsuz da buradan. Orada 2 ilə 6. KX-da 6 qalır elə bil ki. 6 qalır da. 4pi kvadratı burada da var. Baxmıram bunlara. KX-da 6 qalır. KY-də də neçə qalır? 7 qalır. Düzdürmü? İndi də 6 belə 7 olur. Burada 2 də var idi. 2 də var. 6 bölü 2, 3 qalır. Burada 6 bölü 2, 3 olur, düzdür. Bunlar da tərəf-tərəfə bölündə eləyir necə? 3 bölə 7. Bəli, əslində belə olmalıdır. Cavab səhv idi. Mən asan deyil. Siz cavabı verəndən sonra mən çalışdım. Cavab elə deyildi də. Deyildi cavab, düzdür. Mən niyə B yazmışam da? Yox, deyil. İstəyir yazılmışdı da orada. Onda səhv imiş. Deyildi cavab. Deyildi,
Orada 2/3 idi, ona görə çalışdım ki, 7 hara getdi. Yox, düzdür. De 6-cı məsələdə maraqlı məsələdir 6. Baxaq. Hamısı maraqlıdır. Mən özüm oturdum, baxdım bunlara, doğrudan maraqlıdır. 6-ya baxaq. Yəni, Deməli, bu silindr üzrə fırlanır. Hər şey müddəalardan hansılar doğrudur? Cismin xətti sürəti artarsa, cisim yuxarı qalxar. Deməli, burada da necə olur? Yəni, gəlin görək burada hansı qüvvələr tarazlaşır. Bu tutaq ki, silindrimizdir bizim. Bu silindrimiz olsun. Şəkilləri çəkəbiliriz. Burada da bir balaca cisim olsun, belə. Bu cismə hansı qüvvələr təsir edir? Sözsüz ki, fırlanırsa və silindr üzərində dayanıbsa, deməli, bana bərkədə qaçma qüvvəsi təsir edir, düzdür. Bu qüvvəyə də verən sətin reaksiya qüvvəsidir. Çünki bu səti bir yana itəlir, reaksiya qüvvəsi də belə itəlir. Deməli, bərabər olur nəyə? Bərabər olur. Deməli, mv kvadratı bölək r-ə və yaxud da başqa bir düstur. Fərqi yoxdur, r-ə. Deməli, bu n qüvvəsi mərkəzə qaçma qüvvəsidir. Buna aşağı təsir eləyir hansı qüvvə? Bəliblər. Ağırlıq qüvvəsi. ağırlıq vəsəsi. Buna təsir eləyir sükunət sürtünmə qüvvəsi. Çünki bu sükunətdədir. Düzdür? Sükunət sürtünmə qüvvəsi də mg ilə tarazlaşır. Düzdür? Deyir ki, cisim xətti sürəti artarsa, cismin yuxarı qalxar. Sizcə, xətti sürəti artarsa, bu biraz doğrudan çaşdırıcı məsələdir. Xətti sürət artarsa, burada belə çıxır ki, en reaksiya qüvvəsi də artar. Bu, divara daha böyük qüvvə ilə təzyiq göstərəcək. Divar da bunu. Amma burada sükunət sürtünmə qüvvəsi də artacaqmı? Bəli, ona görə də yuxarı qalxması. Sizcə, sükunət sürtünmə qüvvəsi nə vaxtsa ümumiyyətlə sürtünmə qüvvələri faydalı iş görür, görmür? Cismi bir yerdən Yox, faydalı şey dəyişmir. Hərəkət elətdirə bilməz. Ona görə də burada sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti n-lə mütənasibdir. Amma biz bilmirik ki, bu maksimal qiymətinə çatıb görəsən, çatmayıb. O bilmirik ki biz. Ona görə də cisim xətti sürəti artsa, cisim yuxarı qalxa bilməz. Yəni, bu birinci heç vaxt doğru ola bilməz. Aydındır. Sonra, cisim kütləsi artsa, cisim aşağı sürüşər. Yəni də bu nə deməkdir? Gəlin, burada da bir düstura baxaq. Bu kütlə artarsa, bu aşağı sürüşər. Əslində biz hərəkət tənliyi yazsaq, mv kvadratı bölək r-də, n-in əvəzinə yazsaq, mg bölünsün, sürtünmə bölünsünlüyü, belə deyək də, bərabərdir mv kvadrat bölək r-ə. Bu zaman v-ləri ixtisar eləsək, burada nə qalır? Rc bərabər olur nəyə? Növ vurulsun v kvadratına. Düzdür? Əgər bu sürtünmə ən maksimal qiymətinə çatıbsa və cismi artıq saxlaya bilmirsə, o üz aşağı gedəcəksə, onda deməli bu ən maksimal qiymətinə çatıb. Mən də onun ən maksimal qiyməti yazdım, yəni növ vurulsun n yazdım. Oradan n-i tapdım, oldu f sürtünmə bölünsün nöyə. Düzdür? F sürtünmə də mg-yə bərabərdir. Yəni, üzü aşağı düşübsə, deməli, maksimal qiyməti buna çatıb. Buradan da görürük ki, müəllimlər, sürət artsa, əgər burada r nə olar? Sürət artsa, r artar da, düzdürmü? Sürət artsa, r artar. Yəni, bu cisim aşağı düşə bilməz. Bu fikirdə səhvdir. Cisim kütləsi artarsa, cisim aşağı sürüşər. Bu, əslində, biraz valla mənə təəccüblü qaldı, əslində, sözün düzün deyib. Düzdür, mən buradan tapdım ki, bunun sürəti kütləsi artarsa, deməli, ağırlıq qüvvəsi, nə vaxt aşağı düşər? Bu ağırlıq qüvvəsi sürtünmədən böyük olsa. Maksimal qiymətindən böyük olsa, artıq o aşağı düşə bilər.
Amma burada o nəzərə almayıblar. Yəni bu maksimal qiymətə hələ ki çatmayıb güya. Ona görə bu düsturu yazılır ki, burada evlər ixtisar gedir. Yəni evdən asılı qalmır. Ona görə kütlərin dəyişməsi ilə bu cisim öz yerini dəyişmir. Kütlə qalmır. Üçüncü sualda da deyir ki, üçüncü bəddə cismin dövr etmə tezliyi böyüksə, yəni artsa, cisim trayektoriyasını qoruyar. Yəni trayektoriyasını saxlayar. Bu da doğru cavabdır. Niyə görə? Tezlik artanda qüvvə artır, o bir divara çıxan qüvvə də artır. Bəli. O yuxarı gəlin 9-a baxaq. Deyir ki, mərkəzi olan üfüqi dairə və masa üzərində ev kütləli cisim qoyulur. Masa T periodu ilə fırlanmağa başladıqda cisim sürüşürsə, deməli sürüşürsə, onda deməli bu maksimal sürtünmə, sürət sürtünməsi maksimal qiymətə çatır da, bu o deməkdir. Cisim çevrə üzrə hərəkət zamanı masa ilə birgə dönə bilməsi üçün proseslərdən hansılar tətbiq edilməlidir. Deməli, burada bu cismə mərkəzə doğru mərkəzə qaçma qüvvəsi olmalıdır ki, bu molun üstündə bərabər fırlasın. O da sükunət sürtünmə qüvvəsidir. Deməli, sükunət sürtünmə qüvvəsinin də deyirik də ən böyük qiyməti var. Ondan sonra o qiymət, yəni bu təcili verə bilirsə, təcilimiz nədir? EMA-mız. Mərkəzə qaçma təcili verə bilirsə, gücü çatırsa, onda cisim o diskin üzərində qalacaq. Yox, gücü çatmasa, artıq nə olacaq? Həmin cismin mərkəzdən qaçma qüvvəsi, yəni ətalət qüvvəsi tullayacaq diskdən bayır, düzdür? O da bərabərdir. Ən böyük qiyməti də nöMC-dir. Və bundan çox təcil ola bilməz. Yəni, burada təcilin maksimal qiyməti olacaq nə? nöJ. Əgər biz bu təcildən böyük qiymət versək, onda cisim onun üstündən sürüşəcək. Burada da deyir ki, nətər eləyək ki, hansı prosesləri eləyək ki, artıq T perioduna bərabər olanda o başlayır sürüşməyə. Deməli, bu T-nin ən kiçik qiymətində belə çıxır, düzdür? T-nin bundan böyük, deməli, ən kiçik qiymətidir. Deməli, T-nin bundan kiçik qiymətlərində artıq tezlik böyük olacaq və təcil böyük olacaq və cisim sürüşəcək. İndi burada deyir, nə etmək lazımdır ki, sürüşməsin? M kütləsini azaltmaq. Düsturda M qalır, müəllim. M qalır. Ona görə də birinci cavaba getdi. Dövrətmə tezliyini azaltmaq. Biz deməli, A-nı elə eləməliyik ki, A artmasın da. A-nın da qiymətlərindən biri 4pi kvadratı, M kvadratı, düzdür. Onda E-ni azaltsaq, A da azalar, düzdür. Ona görə də bu cavabı götürürük. Sonra, K sürtünmə əmsalını artırmaq. Burada nöyünü artırsaq, onda A-nın maksimal qiymətdə artar və cisim sürüşməz. Yəni, bu cavab da doğrudur. Aydındır. Sonra reçəyə baxaq. Oldu. Soruşun Axşamınız müəllim. xeyir Sevda müəllim. Axşamınız xeyir. 11-ci suala baxaq, zəhmət olmasa. Baxaq. Deyir ki, üstdən görünüşü şəkil 1-dəki kimi olan maili döngənin şaqili en kəsiyi şəkil 2-dəki kimidir. Deməli, bu eyni bir şəkildir də. Eyni bir şəkildir. Gəl də deyirəm də, bu yolun elə bil ki, qıraq tərəfi, yolun bu kənar tərəfi, bu tərəfi orta tərəfindən daha hündürdür də. Tutaq ki, bu yoldur belə dairəvi. Bu yoldur. Görürsünüz, qıraq tərəfi daha hündürdür. Bu da böyük bir çevrədir, belə. Amma bu tərəflər daha hündürdür ki, cisim dönə bilsin, fırlana bilsin. Deyir ki, döngənin radiusu 40 metr, deməli, və yolla təkər arasındakı sürtünmə əmsalı 0.5 olarsa, M kütləli maşına
sürüşmədən yolla davam edə bilməsi üçün maksimum sürəti neçə olmalıdır? Deməli, bizdən soruşur maksimal sürəti. Baxaq belə bir şey. Deməli, cismə hansı qüvvələr təsir eləyir burada? FG ağırlıq qüvvəsi, Ağırlıq qüvvəsi var. sonra N reaksiya qüvvəsi, düzdür. Sürtünmə qüvvəsi də var. Sonra N reaksiya qüvvəsi, sonra da təsir edir. Sürtünmə qüvvəsi, düzdür. Sürtünmə. Yəni, bax, sürtünmə Bir də qüvvəsi. incə sinirlər formunun da müəllimə. Sürtünmə qüvvəsi sizcə hara yönəlir? Yuxarı doğru. Yuxarı yönəlir. Nəyə fikirləşir ki, sürtünmə yuxarı yönəlir? Əslində burada Bir yaxşı kimi də aşağı. burada fırlanan maşın, bax, bu çölə çıxmaq istəyir, çölə. Bayra doğru tullanmaq istəyir. Heç vaxt ortaya tullanmır. Ona görə də sürtünmə burada bax, belə yönəlir. Bax, bu Onu istiqamət. qarşıya çəkir, hə. Bax, Tut, sürtünmə çıxmasın. Arxaya. çıxmasın. Yolda əslində kənara çıxmışam. Ona görə sürtünmə aşağı doğru yönəlir. Başqa nə qüvvəmiz qaldı? Əgər bu bucaq alfadsa, onda gəlin biz istəyirsiniz belə bir şey eləyək. Gəlin X oxu ilə Y oxun belə yönəldək. Y oxun yönəldək, nədə bu onadır? FG boyunca X oxun da yönəldək belə. Bizim olsun X oxumuz təcil boyunca. Çünki təcil, burada təcil. Budur. Burada çevrə budur müəllim. Budur. Bunun üzrə gedir. Görürsünüz? Təcil də yönəldək bu üzrə. Hərəkət təlliyin kömək eləyir, yazaq. Deməli, Y oxu boyunca yazsaq, aşağı ağırlıq qüvvəsidir. O bərabər olmalıdır yuxarı olan qüvvələrə. Düzdürmü? Onda nə olacaq bu? Sevda müəllim, salam. Mən indi güclə qoşulmuşam, Almaz müəllimdir. Ekran görsənmir, bilmirəm, məndə görsənmir, yoxsa hamıda. Bizdə görünür. Görünür, təzə qoşulmusan. Görünür, hə, mən internet səhət deyirdim ki, mən güclə qoşulmuşam. Yaxşı, Hə, internetdən. Deməli, bu xət elə perpendikulyardır. Bu xəttə oturacaq perpendikulyar. Onda burada yuxarıdakı bucaq olacaq alfa, düzdürmü? Onda bu Y oxu üzrə toplanan olacaq bu xət. Buradan bura olacaq NY, düzdür? Onda olacaq o bucağın nəyi? Kosinus, bitişik katet olduqlarına görə. N kosinus alfa yuxarı yönəlir. Sonra nə yaz? Sürtünmə yaz. O orada minus olacaq. Bu da, buradakı bucaq da elə bu bucaqdır da, alfa elə bu bucaqlar eynidir. O görə bu qarşıdakı katet olacaq sinus. Olur F sürtünmə, burası sinus alfa. Bu olur, bunu Y oxu üzrə təlliyib. Buradan da N-i qabağa çıxartsaq, yəni sürtünmənin əvəzinə yazsaq, burada K vurulsun, K burada sürtünmə əmsalıdır. X oxu boyunca təlliyi yazaq, hansı ki, X oxumuz var, belə yönəlir. Həmişə biz məsələdə mail müstəvi üzrə yönəldirik X-i, Y-i də N üzrə. Amma burada o sərf eləmir, çünki EMA burada EMA da proyeksiyasını gərək orada tapaq, N-in də proyeksiyasını tapaq, orada proyeksiya daha çox olur. Bu da hara yönələcək? EMA tərəfə, o görə olacaq müsbət, olacaq N kosinus, düzdür. Sonra sürtünmə qüvvəsinin X toplananı, o hara yönəlir? O da EMA tərəfə yönəlir, o görə o da olacaq müsbət, F kosinus. Belə bir ifadə olmuş.
Buradan da yine eni çıxarsaq qabağa, onda olacaq kosinus alfa. Üstə gələk, kavralsın. Yoxsa mən səhv yazdım, nəysə. Sürtünmə qüvvəsi deməli. Eni səhv yazdım. M kosinus yuxarıdakı idi. Burada olacaq n sinus alfa. N sinus alfa. Niyə? Çünki bax, bu alfa bucağının qarşısındakidir. Buradan bir də çəkim, baxın, bu n'dir. Bax, bu n'dir. Bu alfadır. Bizə də lazımdır bu nx. Bu bucağın düz qarşısındadır. O görə olacaq n sinus alfa. Burada da onda olur nə? Sinus alfa çıxılsın, üstə gəlsin, kavralsın, kosinus alfa. Belə bir ifadə olur. İndi buradan da gəlin tərəfə bölək. Bunu bölək bura. Onda nə olacaq? A bölək J bərabərdir. N'lər ixtisar gedir. Düzdür, bu n'lə bu n gedir. Onda nə qalır? Sinus alfa aşağı. Sinus alfa. Üstə gələk K kosinus alfa. Bölünsün nə olur? Deməli, kosinus alfa çıxılsın K sinus alfa. Düzdür. Mesela bunların da qiymətlərini qoyaq yerinə. Olur sinus 37-də olur 0.6. Üstə gələk. Deməli, kosinus da olur 0.8. K da 0.5-dir. 0.8. Bölünsün. Kosinus olur 0.6. Yox, 0.37 dərəcədə kosinus olur 0.8. Sonra çıxılsın. Burada da olur, deməli, sinus olur 0.6. O da vurur K-ya 0.5. Bu da bərabər. Buradan da alırıq ki, 0.4 ilə 0.6-nı toplayırıq, eləyir 1. Sonra 0.5-i 0.6-ya vuranda eləyir 0.3. 0.8-dən də 0.3 çıxırıq, qalır 0.5. O da bərabər olur neçəyə? 1 bölü 0.5 eləyir 2. Düzdür. Buradan da A-nı tapsaq, A bərabər olur 2 şeyə. A-nı da sürətləndirmişsək, V kvadrat bölək R-dir də, düzdür, bərabərdir 2 şeyə. Buradan da V-ni tapsaq, olur kök altında 2 şey R. R-imiz də bəyaqları verilmişdi. 40, deyəsən 40 idi, səhv eləmişsiniz. 40-dır. Hə, 40-dır. Deməli, bir də J-də 0 gəlir 400, ondan çıxır 20, düzdür. 2 də qalır kökün altında, olur 20 kökdə 2. Burada soruşur. Maksimal sürət bu qədər ola bilər, yəni bundan böyük ola bilməz. Niyə görə? Çünki biz burada sürtünmənin maksimal qiymətini qoyduq. Yəni deyirəm, sürtünmənin maksimal qiyməti, maksimal sükunət oldu. K vurulsun N. Həmişə olmur. Bir dəfə bu qiyməti alır, yalnız bir dəfə. Ən böyük qiyməti budur. Sürtünmə bundan çox verə bilmir. O görə də sürət də bundan artıq olmaz, yəni. Yoldan çıxır. Üfüqi olan cismə təsir edən sürtünmə qüvvəsinin cismə tətbiq etmə üfüqi qüvvədən asıllıq qrafikinə görə müddəalardan hansılar doğrudur? Tətbiq edilən qüvvə 2 Newton isə sürtünmə qüvvəsi də 2 Newton, bu düzdür. Çünki bunlar sükunətdədirlər, dayanır. Sürtünmə qüvvəsi 2 Newtondur. Bəli, bu 2 olanda bu da 2-dir, düzdür bu. 5 Newton 5 Newton olanda cisim sükunətdədir. Qüvvə 5 Newton ikən cisim sükunətdədir. Sizcə bu düzdür, səhvdir? Yox, bu hərəkətə gələn şey deyil, bu qüvvəsi deyil onun. Artıq burada başlayır. Burada söyləmişdim. 10 Newton ikən cisim sabit sürətlə hərəkət edir. Burada artıq hərəkət edir o. Bəli, deməli bu, onda belə çıxır ki, sükunət də tətbiq edilən qüvvə. Bəs Tətbiq edilən qüvvə cisim sabit sürətlə. Yaxşı, bu nətər sabit sürətlə gedir onda? bunun baxın, orada qrafikdə bu seçilir o şeylə düzə. Onda bu da səhvdir də, müəllimə. Bəs ona sual işarəsi qoymuşdum ki. O necə elə olur ki? Bu da səhvdir. Cavab 1 olur. Cavab 1 olur onda. Yalnız bir A bəndi olur. Onu düzəldin.
Mən də düzəldim. Neçənci də bu 11-ci. Sözün düzü bunun cavablarını tapmadıq. Özüm işlədim. O səhv eləmişəm. A bəndə olmalıdır burada cavab. Hə, çünki o 3-də ucu çaşdı. Sonra və 10 Newton olanda tətbiq edilən qüvvə. Bu bərabər sürətlə getməyəcək. Yeyinləşən hərəkət. Yeyinləşəndir. Bəli. Çünki qüvvə daha Niyə? Çünki max sürət Newtondursa, o birisi 5 Newtonda təcil verəcək ona. Yəni 5 Newton sürtünməyə verəcək, 5 Newton da EMA-ya verəcək təcili. Sonra neçəyə baxaq. Buna qəşəng məsələlər var, amma soruşmursunuz ki, heç olmasa yalandan soruşur. Yalan yox, baxmışam. Sonra görək necə. 19 nə idi? Yox, düzəlmişdim 19. 18 nədir? 10 səhv eləmişdim. Əslində bu da asandır. Mən niyə bu var səhv eləmişəm? Bunlar mən deyim, siz baxın da. Mən deyim, görüm harada səhv eləmişəm. Hasan deyim, mən niyə bunu səhv eləmişəm? Bax, burada F1 F2-yə bərabərdir. Düzdür müəllimə? Çünki bunun Səvdə müəllimə. Üfüqi müstəvidə sürətlə təsir sürtünmə qüvvəsinin cismə tətbiq edilən üfüqi qüvvədən asıllıq qrafikinə görə müddəalardan hansılar doğrudur? Alfa bucağının ölçüsü 45 dərəcədən kiçikdir. Bu səhvdir də, yox? Bu səhvdə tam 45 dərəcədir. Hə, 45 dərəcə deyil. Artan qüvvəyə bərabər olur. O görə də bu 45. Deməli, onda birinci olur səhv. İkinci düzdür. İkinci düzdür. Bu düzdür. F3-ün qiyməti hə, çəkisindən asılıdır. Bu düzdür. Sonra F3 qiyməti cismin çəkisindən asılıdır. F3-ün qiyməti cismin çəkisindən asılıdır. Tam şeydir də, tam maksimum sükunətdir. Bəli. Çəkisindən asılıdır. Asılıdır da, maksimal düzdür deyək, maksimal qiymət, sürətin maksimumu nəyə bərabərdir? Bu bərabərdir, qavrılsın enə, düzdür. də bu nədir? Cisim dayanma cisimə təsir edir. Bəs çəkilir cismin dayanma. Orada F-yə bərabərdir. F-C ola bilər, F-C kosinus ola bilər, nə bilim. Aslıdır. Aslıdır. Sonra neçəyə baxaq? 18-i bildirir, sonra nə sual qoymuşum. Soruşun, ay müəllimlər. Gözünüzə hansı pisləyiş soruşun. 16. 16 yaxşı yoxsa. Deyir ki, 16-da deməli, şəkildəki üfüqi müstəvi sürtünməli olub, sükunət sürtünməsinin maksimum dəyəri 15 Newtondur. Deməli, sükunətin maksimum 15-dir, amma o demək deyil ki, bu 15-dən balaca ola bilməz. Yəni, 15-dən balaca hər qiyməti ala bilər. Sükunət maksimum 15-dir. İndi deyir ki, 20 Newton bir yana təsir edir, F2 qüvvəsi də bir yana da təsir edir. Cismin F1 və F2 qüvvələri sabit sürətlə hərəkət edir. Sabit sürətlə hərəkət edirsə, onda deməli bu maksimal qiymətə çatıb da, düzdürmü? Maksimal qiymətə çatandan sonra nə olur, müəllimlər? Bax o, bu maksimal qiymətə çatandan sonra sürtünmə düşür aşağı, düzdür? Yəni, ona görə də bu bundan kiçik ola bilər. Kiçik ola bilər. F2 qüvvəsinin qiyməti aşağıdakılardan hansı ola bilər? İndi, belə deyək də, bunu qabağa 20 qabaq dalı yoxdur, bilmirik hansı qabaqda, hansı daldır. Ona görə də baxaq. F2 yəni F1-dən böyük ola bilər, kiçik ola bilər. Yəni 20 Newton bu bir yana da artırsa, maksimal qiymət 15 Newtondur və ondan aşağıdırsa, onda bu F2 ola bilər ki 5 olsun. Düzdürmü? 5 ola bilər. Yəni bu buna bərabər olanda bu hərəkət eləyər. Bundan biraz aşağı düşəcək hərəkət eləyəndə, onda
Amma bunu yerindən tərpətmək üçün bu gərək 5 olsun. Cavablarda da elə variant yoxdur. Ona görə də gəlin belə baxaq ki, cisim F2 istiqamətində hərəkət. cisim bu biri tərəfə gedir, bu birisi tərəfə gedir. Yəni F2 tərəfə gedir. F2 Hmm. tərəfə gedirsə, onda F2-nin hansı qiyməti almalıdır? Bu 20-dirsə, bu da maksimalı 15-dirsə, onda F2 35 olmalıdır ki, bu bunu yerindən Bunu tərpətsin. Tərpədə bilsin, ha. Yəni. Buna görə də orada sabit sürətlə hərəkət edir. Orada sabit sürətlə hərəkət edir. Onda deyin görüm 35-dən başqa bu 30 ola bilməz. Sabit sürət. Sabit Yox, sürət 30 olmaz. artıq bu 35-dən aşağı düşə bilər də. 35-dən aşağı düşə bilər bu. Bu yəni daha doğrusu bu azala bilər. Bu azalsa, bu azalsa. Onda bu F2 də nə verə bilər? F2 də azala bilər də, düzdür? Amma burada yəqin ki, ən böyük qiyməti nəzərdə tutur da. O görə də gəlin cavabı götürək yalnız neçə? 3. 35 aldım. Ən böyük qiymət. Sevda müəllimə, bəs azala bilərsə biz niyə 30-u götürmədik ki? 30-u götürək, bəs onda onu nəyə götürməyək? O da var. Onda çox balacadır, hə? 10-da axı 20-dən kiçikdir, onu necə götürək ki? Necə? Yox, maksimum. Daha doğrusu 15-dən kiçikdir. Daha doğrusu 15-dən kiçikdir, yəni onu demək istədim. Hə, 20 yox, 15-dən. 10 da 15-dən kiçikdir də. Hə, bizlər Bəs F2-ni onda seçdik. müəllimə, orada 30 da var, 35 də var. Hə, 30 da ola bilər. Ona görə də cavab olacaq düz deyirsən. Əslində ikisi də olmalıdır, 30 da ola bilər. Çünki burada bizə deyir ki, sabit sürətlə gedir. Sabit sürətlə o vaxt gedir ki, artıq bu maksimalı aşırıb, bu qüvvət düşüb aşağı. Bu 15 deyil artıq. 15-dən kiçik 10 da ola bilər. Ola bilər ki, 10 olsun. O da 20 olsun. 2 ilə 3 olan cavab yoxdur. 2 ilə 3, hə, düz deyirsən. Mən də indi yadıma düşdü ki, bayaq mən bunu elədim, 30 da olmalıydı. Cavabı bir uşağa yazdırmışıq bu məsələ. Uşaq da hardan yazıb tapa bilmirik, cavabları tapa bilməmişik. Oturub cavabı özüm işləmişəm. İndi mən fikirləşirəm, niyə 30 olmasın? Sonra baxdım, gördüm ki, Bəli, olar. cavab yoxdur. Ona görə də yalnız 3-ü götürdüm, deyibən. Amma 30 da ola bilər. Ən azından 15-ə görə də, bəli müəllimə, 15-ə görə 30-dan 35. Bu 30 20-dən çoxdursa, deməli götürmək olar. Bəli, bəli. Özə burada demir ki, mütləq şəkildə ola bilər. Deyir, ola bilər. Ola bilər də, ola bilər olsun. Deməli, onda belə çıxır ki, 21-dən yuxarı bütün qiymətlər olur. Bəli. Bəli, bəli. Sonra neçəyə baxaq. Burada qəşəng maraqlı məsələlər var idi müəllimlər, amma soruşmuşdu da. Məsələn, bu da maraqlı məsələdir. Baxaq buna. 20-yə. 20. Baxaq. Bir Baxaq bölü 2 bölü. Deyir ki, F2 qüvvələr şəkildə kimi tətbiq edir, cisim sükunətdə olur. Cisim sükunətdə olur, amma burada sürtünmə də var da, düzdür. İndi deyir, qüvvələrin qiymətləri arasındakı münasibət F1 F2-dən böyükdür, o da F3-dən böyükdür. Deməli, F1 böyükdür F2-dən, o da böyükdür F3-dən. Olarsa, hansı qüvvələrin qiyməti artarsa, cismə təsir edən sükunət sürtünməsinin qiyməti mütləq artar. Mütləq artar, ha, mütləq artar. Sevda müəllimə, burada sükunət sürtünmənin artması üçün cisim dayandırmaq lazımdır da, belə götürürük. F1 olmazmı onda? Deyir ki, deməli,
Deyir, bu sükunətdədir də, sükunətdədir. Bəli də müəllimə. F1 də onu səhətə sıxırsa, demək hərəkət eləməyə qoymursa, elə ən böyük sükunət halı onda olmur ki, F1-də. İndi bax, müəllimə, mən sizə bir söz deyim də. Onda siz götürdünüz, avtomatik keçdiniz sükunətin maksimum qiymətinə. Bizə demir axı, bu maksimal qiymətə çatıb. Sükunətin maksimal qiyməti böyük vurulsun F1-dən asılıdır, düzdür? Təzyiq qüvvəsindən asılıdır, reaksiya qüvvəsindən asılıdır. Əslində burada F1 aşağıdır, MJ də aşağıdır, reaksiya qüvvəsi olacaq nə? F1 ilə MJ-nin cəmi, düzdürmü müəllimə? Plus MJ. Burada düzdürsünüz. Əgər F1 artsa, sükunətin maksimum qiyməti artar. Amma biz nə bilirik ki, bu maksimal qiymətinə, burada görürsən, burada nə cavab verir? Deyir, mütləq artar. Bax, sözə bax, mütləq artar. Burada F2 böyükdür deyə, bax, şərtdə verir, bax, F1 F2-dən böyükdür. Ona görə biz F2-ni böyütməliyik ki, F1-ə güc gəlsin də, yəni daha mütləq. F2-ni biz böyüdəndə Niyə güc gəlsin ki? Əgər Daha da onda cisim hərəkət edir ki, müəllimə. Əgər F2 F3-dən böyüdürsə, F2 F3-dən birinci burada sükunətin istiqamətini təyin edir müəllimlər. Bax, F2 F3-dən böyüdürsə, deməli onda belə çıxır ki, artıq yekun əvəzləyici qüvvə bu istiqamətdə yönəlib, düzdürmü? Deməli, sükunət hara yönəlib? Bu istiqamətdə yönəlib və niyə bərabərdir? Onda F3 ilə sükunətin cəmi, ikisi də sola gedir də bunlar. Düzdür, bərabər olacaq F2-yə. İndi buradan da sükunəti tapsaq, onda nə olacaq? F2 çıxaq F3, düzdürmü? F2 çıxaq F3. İndi bu qüvvələrdən hansını artırsaq, bu sükunət artar sizcə? F2-ni. Bəli, F2-ni. Bu artdıqca, sizin yerindən tərpənmir də, deməli sükunət də artır ki, bu tərpənmir. Aydındır. Qəşəng Bəs müəllimə F1 rol oynamadı orada. Yox, oynamadı. Bu mütləq şəkildə sözünə görə müəllimə. Bu mütləq şəkildə sözü olmasaydı biz F1-i də götürərdik. F1 o maksimal qiymətə çatmasından heç nə yoxdur. Çünki deyir, bu sükunətdədir. Demir ki, hərəkətə başlayıb. Maraqlıdır, bu xoşum gəldi. Çox maraqlı sual idi. Gəlin, ma baxaq, bu da elə bir şeydir. 23-ə baxaq. 23. Sanki maqnit o məsələsi var ya, topludakı, ona bənzəmir ki, mənim. Bənzəyir. Cismi səthə sıxan qüvvəni tapılır. Şabilə divarın səthində bir şəkildə F qüvvəsi ilə buradan təsir eləyirlər. Deməli, onda təsir eləyirlərsə, reaksiya qüvvəsini artırırlar. Cisim hərəkət etmirsə, müddəalardan hansılar doğrudur? Cismə təsir edən sürtünmə qüvvəsi F-dən böyükdür. Yox, sürtünmə qüvvəsi. Hə, hansı sürtünmə qüvvəsidir? Cisim hərəkət etmirsə, demək qüvvəsi böyükdür. Yox, səhvdir. Hərəkət eləmirsə, sükunət sürtünmə böyük olursa, maksimum. Yox, hərəkət etmirsə, F böyüymüş də, F böyüymüş ondan ki, o dayanıbmış orada. Bir dəqiqə, müəllimə, bir dəqiqə. Yox, səhvdir məncə. Səhvdir də, nəyə görə səhvdir də? İzah eləmək lazımdır, nəyə səhvdir? Elə deyək ki, hə, cavabda yoxdur, deməli səhvdir. Elə deyil. Cavabı yenə deyiləm, səhv ola bilir, mən işləmişəm. Cavab kitabdan, dərslikdən, kitabın özündən cavabları tapmamışam. Özüm işləyib atdım sizə. İndi gəlin bir də dərindən fikirləşək. Cisim hərəkət etmirsə, müddəalardan hansı doğru? Cisim hərəkət eləmirsə, buna təsir eləyir yuxarı doğru hansı qüvvə? Sükunət sürtünməsi, düzdürmü müəllimlər? Aşağıda oldu, MJ ağırlıq qüvvəsi, düzdür? İndi hərəkət eləmirsə, sükunət sürtünmə qüvvəsi deməli hansı qüvvəyə bərabərdir? Ağırlıq qüvvəsinə. MJ-yə bərabərdir. Sükunət bərabərdir, gəlin bunu yazaq. Deyir, çəkisinə bərabər sözüm var. Bir dəqiqə,
Bir dəqiqə. Hərəkət etmirsə, bəs hərəkət edəndə nə olur? Deməli, F sükunətin maksimal qiyməti olur, maksimal qiyməti, düzdür? O da bərabər olur, mü vurulsun F-ə, düzdür? Deməli, bunun maksimal qiymətini tapmaq üçün, bu F-i nüyə vurmalıyıq, nüyə. Onda sürtünmə qüvvəsi bu F-dən böyük ola bilər, yoxsa yox? Nü axı 0,2-dir, düzdür? Deməli, onda biləsiniz ki, sükunətin elə maksimal qiyməti F-dən böyükdür. Maksimalı F-dən böyükdür, düzdür? F-dən böyük deyil, kiçikdir, bağışlayın. Çünki 0,5 vurulanda ədəd kiçilir. İndi bu maksimalı əgər F-dən kiçikdirsə, özü necə F-dən kiçik ola bilər? Ola bilməz, düzdürmü? O aydın fikir səhvdir. Əgər ən böyük qiyməti bu F-dən balaca olacaqsa, deməli, ondan kiçik qiymətlər, tutaq ki, sükunətin ən böyük qiyməti 20-dir, düzdür? Amma bu da 0,5-dir, deməli, bunun da ən böyük qiyməti, F-in də qiyməti 40-dır. Deməli, indi biz danışırıq, bunun 20-dən kiçik qiymətləri. 1, 2, nə bilim, neçə, 19, hələ 20-yə çatmamışıq. 20-yə çatsaydıq, hərəkət eləyərdik. Bu sükunətlər, deməli, bu qiymətləri alır. O görə bu 40-dan böyük ola bilməz. O görə birinci səhvdir. Cismə təsirdən sürtünmə qüvvəsi cismin 80-ə bərabərdir. Bu düzdür, çünki sükunət yuxarı idi, MC də aşağı idi. Yəni sükunətli olduğuna görə yuxarıdan aşağı bərabər imiş. Bu bərabərdir də, bu şərtdir də, bu da, bu şərtdir. Sonra F qüvvəsinin əslində burada çəki deyəndə müəllimlər ağırlıq qüvvəsi nəzərdə tutulur da. F qüvvəsinin qiyməti artırsa, cismə təsir sürtünmə qüvvəsi artar. Sizcə bu doğrudur, yoxsa yox? Bəli, bərabər götürmədik ki, müəllimə, sükunətin maksimum F-də. Axı bizə maksimal qiyməti demir, müəllimə, sürtünmə deyir. Maksimal qiyməti demir, bunu artırıb sən 80 eləsin. Bu sükunətdə də onsuzlar, bu qiymətlər alır. Bunlar necə dəyişə bilər? Bax, orada onlar dəyişməz. Doğru, dəyişməz. Maksimal desəydi, siz dəyərli götürərdik. Sualın içindən sual yaranır, müəllimə. Baxaq bu 25-ci məsələyə müəllimlər. Müəlliməm, bəli, bunları ardıcıllıqla baxaq da, belə maraq yarandılar məndə bunlara. Baxaq, şəkildəki maili sətin KO və OL hissələrində sabit sürtünmə var. K nöqtəsində sükunətdə olan cismə mail müstəviyə paralel F qüvvəsi L nöqtəsinə qədər tətbiq edilir. Deməli, bu F bunu buradan gətirir. Onda deyin görün, bu F nəyə bərabər olacaq sizcə? K üzrə F yuxarı qalxırsa, MC sinus alfa deyil mi, mail müstəvi üzrə? Biri də sürtünmə qüvvəsi, düzdürmü? Sürtünmə də dalı artır. Elə deyir müəllimə, yuxarı gedirsə sürtünmə aşağı artır da. Deməli, bu aşağı da artır sürtünmə. Üzərdəki MC sinus ağırlıq, düzdür? MC sinus. İndi deyir ki, sonra deyir, tətbiq və cisim L nöqtəsində təkrar dayanır. Gəlir, burada çatır, dayanır. Sonra deyir, cismə KO arasında təsirdən sürtünmə qüvvəsi F1-dir. Buradakı sürtünmənin qiyməti F1-dir. Və OL arasındakı sürtünmə də F2-dir. Bunların arasında hansı münasibət? Orada isə aşağıya gəlirsə, onda gəlib bura çatır. Bura çatanda bu ağırlıq qüvvəsi aşağı təsir eləyir, o dəyişmir. Elə MC sinus. Amma bəyaqları sürtünmə... Amma F sürtünmə yuxarı. Ona artıq da sürtünmə sevdən olmalı. Bəyaqları F qüvvəsi nəyə bərabərdir? Bunların ikisinin amma indi F qüvvəsi aşağı da artır, düzdürmü? Onda sürtünmə yuxarıdır da, müəllimə, elə deyil. Sürtünmə yuxarıdır olmaqla. Amma belə çıxır ki, burada da bir də F qüvvəsi var. Həmin qüvvə burada da təsir eləyir. F1 və F2 qüvvələrinin qiyməti arasında hansı? Burada deyir ki, cisim L nöqtəsinə tətbiq edilir. L nöqtəsinə qədər tətbiq edilir. Burada tətbiq olunur burada. Və cisim L nöqtəsində təkrar dayanır. Burada dayanır.
Deməli, burada başlayıb, burada dayanır. Bu F qüvvəsi həm yuxarı qalxanda, həm də aşağı düşəndə iş görüb. Onda burada F qüvvəsi nəyə bərabər olacaq ikinci halda? Aşağı dartacaq bu mc sinus alfa. MC sinüs alfa minus F sürtünmə. Minus F sürtünmə artıq burada F2-dir. Bu da F1-dir. Hə, belədir. Məsələ belədir. İndi deyir ki, bunların arasında hansı münasibət var? Buradan biz görürük ki, F qüvvəsi F1-dən böyük. Çünki F1 üstə gələn nə isə var da burada mc sinus var. Düzdür? Bəs buradan gəlir F2-ni tapaq. F2 bərabər olacaq mc sinus. Yox, F2-ni tapsaq bizə heç nə vermir. mc sinus çıxaq F olacaq. Onda elə gəlin buna baxaq. Birinciyə. Bu düz yazdıq biz. Bu səhv yazmışıq məncə bunu. Bu ikinci ifadə səhv yazmışıq. Bu səhvdir. Buradan mc sinus aşağıdır, F də aşağıdır. F2 isə arxayadır. Onda olacaq F2 bərabər olacaq mc sinusa. Üstə gələk F-ə. Bəli. Buradan görürük ki, F2 qüvvəsi, F2 çünki buradan yuxarıdır, F2 sürtünməsi yuxarıdır. F də aşağıdır daha, mc sinus aşağıdır, F2 onların cəmidir. Onda belə çıxır ki, F2 burada hamısından böyüdür də. Böyük. Bəli. F F1-dən böyüdür, F2 də F-dən böyüdür. F2 böyüdür F-dən, o da böyüdür F1-dən. Belə ifadə olacaq. Məni çaşdıran bayaqdan sizin F1, F2 yazmağı, sistemə sürtünməni yazırmısınız, müəllimə siz? Bir o yolu, burada müəllimə niyə F2 yazır? Bildim müəllimə, bildim. Burada yazı bax, deyir ki, KO arasında təsir edən sürtünmə qüvvəsi F1-dir. OL arasında isə F2. Ona hansı məktəbdə işləyirsiniz müəllimə? Necə? Hansı məktəbdə işləyirsiniz? Mən Göyçayda işləyirəm müəllimə. Lap yaxşı. Yaxşı gününüz olsun. Deyir, üfüqi sürtünməli bir yolda dayanmaqda olan cismə təsir edən qüvvəyə görə sürtünmə qüvvəsinin dəyişmə qrafiki verilir. Kütləsi 6 kiloqram olan cismə 70 newtonluq üfüqi qüvvə hərəkət istiqamətində də tətbiq edilsə, cismin təcili neçə olar? Deməli, bizdə F dartı olub 70 newton. Düzdür? F dartı 170 newtondur. Kütləsi verib 6 kiloqramdır. Gəlin baxaq. Sükunətin maksimal qiyməti neçədir, müəllimlər? F sükunət maksimum görürük ki, neçədir? 50-dir. 50-dir də. Çünki bu düdüyor 45 dərəcədir. Deməli, burada 50. Bunda MA bərabər F dartı minus F ilə gedirik də müəllimə burada biz. Bu da bərabərdir 50. Elə gedirik də, təcili soruşur. A da bərabər olacaq, dartı çıxılsın F. İndi burada bax, burada bir şey var da, müəllimə. Bura mən nə yazım? Bura 50 yox, 40 yazacam müəllimə. Bax, görürsən, çünki bu artıq hərəkət edirsə, sürtünmə gəlib düşür 40-a. O 40-ı da bax, buradan tapıram, bu 40-dan. F dartı çıxılsın 40-ı, böləcəm neçəyə? 6-ya. 70-dən 40-ı çıxıram. Qəşəng məsələdir, yox? Müəllimə, şəkili böyüdə bilərsiniz, zəhmət olmasa. İnternet getdi, mən heç şəklə də tam baxa bilmədim. Burada deyir 10 newton qüvvə təsir eləyir bu istiqamətdə. Bax, burada indi əmsallar bir-birindən fərqlənir. Deyir ki, sükunət sürtünmə əmsalı, yəni statik sürtünmə, statik yazada buna 0.5-dir. Sonra sürüşmə sürtünmə əmsalı isə 0.4-dür. Bu da kinematik sürtünmədir. Sürüşmə sürtünməsi, kinematik sürtünmə. Bu da 0.4-dür. Cismə təsirlə sürtünmə qüvvəsi
neçə nöqtə olar? Cisimlə üfüqi səth arasında sükunət sürtünməsi bu qədərdir, sürüşmə sürtünməsi də bu qədərdir. İndi deyir, sürtünmə qüvvəsini tapın. Gəlin görək, bu hərəkətdə bu nüevje olmalıdır ki, bu dartı qüvvəsi cisim hərəkət eləsin. Çünki sükunətin maksimum qiyməti nədir? Nü statik sürtünmə. Və yazıram bura, statik sürtünmə 0,5-dir. M də 3 kiloqramdır, şeyə vuram eləyir 30, bu da eləyir 15 newton. Deməli, bu 15 newton olmalıdır ki, bu yerindən tərpənsin. Düzdür? İndi sizcə bu yerindən tərpənir, yoxsa tərpənmir? Tərpənmir axı müəllimə, 10 Newton deyil qüvvə. Bəli. 10 newton, 10 newton. Deməli, maksimal qiymətə çatmır. Yəni, 15 olar ki, maksimal o yerindən tərpənsin. Bəli. Ona görə tərpənməyəcək. Tərpənmir, yaxşı. İndi bizdən onu soruşmur, tərpənir, tərpənmir. Mən o özüm soruşuram sizdən. İndi deyir ki, sürtünmə qüvvəsi neçə newtondur, onu soruşur. 10 Newton. Bəli. Biz dedik ki, sükunət sürtünmə qüvvəsinin heç bir düsturu yoxdur. O həmişə dartı qüvvəsinə bərabərdir. Dartı qüvvəsi 10 newtondursa, deməli o da odur. Amma hər ehtimala qarşı həmişə bunu yoxlamaq lazımdır. Görüm sükunət sürtünmə qüvvəsi dartı qüvvəsinə yəni bərabərləşir, yoxsa yox. Bəli. Sonra 28, o da eləndi. Bayaq nəsə sual var idi, şəkilli sual var idi, o getdi elə bil oradan, mənim üçün maraqlı idi. Hansı baxdıq da, axırıncı sizdə məsələyə baxdıq, bu idi. Buna baxdıq. Bu deyirsən. Nəsə stol kimi. Xeyr müəllimə, onu demirəm. Yəqin 31 deyir, müəllim 31-dir o. Yox, indi, hə, burada da o. Gələcək indi. Deməli, 28-də görək nədir? Üfüqün sükunətdə olan 4 kiloqram cismə bir üfüqün müstəviyə paralel F1 və F2 qüvvələri təsir edir. Müstəvi arasında sükunət sürtünmə qüvvəsi 0,4 və 0,3 olarsa, qüvvənin qiyməti neçə newtondur? Sürüşmə sürtünmə qüvvəsi bu qədər olarsa, qüvvənin qiyməti neçə newtondur? Yəqin bu bizdən Sükunətdə olur. Əvəzləyici qüvvəni soruşur. Səhvlər var, burada oturub gələk düzəlmək. Əvəzləyici qüvvə qiyməti neçə newton? Yaxşı, 20 newton bir yana dartırsa, 12 newton da bir yana dartırsa, onda əvəzləyici qüvvə qədər olacaq. Yəni olacaq 8 newton, düzdür? Yenə də bayaq kimi müəllimə müəyyəncə ilə tapacaq da. Nüevci ilə tapaq görək nə qədərdir? Nüvün yerinə statiki qoyacaq. 0,4 vurulsun 40-a. Düzdür? Bu da vuranda eləyir necə? 16 newton. 16 Yenə də 8 newton. Cisim tərpənəməyəcək. Tərpənə bilməyəcək. Bəli. Bəli, çünki statik böyükdür. Amma bunun da cavabını mən səhv yazmışam, müəllimlər. Mən səhv yazmışam. C variantı olmur, değil mi müəllim? C variantı bu bizə əvəzləyici qüvvə soruşur. Əvəzləyici qüvvə orada bir yerində dayanıbsa, sıfırdır. Əgər əvəzləyicini soruşursa, inşallah bir testləri hardan yazdığını tapacaq. Əvəzləyicini soruşursa, cavab sıfır olmalıdır. Onda belə çıxır. Elə deyil. Bəli. O da sükunət gəlir və 8. Hə, məsələn. Əvəzləyici soruşsa 8 buraydı, 8 də sağ ol. 0 oldu. Varsa qədər istiqamət. 31 də maraqlıdır müəllimə. Oradan yoxsa bayaqki kimidir, orada da qüvvə qalxır yuxarı mail müstəvi boyunca. $8. 29 maraqlıdır. Ona baxaq, sonra 31-ə baxaq. Aha, 29.
Bu şəkildən nə başa düşmək olar ay müəllimlər? Elə bil ki, 2-də cisim F artı- sükunətdədir, F artı- onda da hərəkət edir. hə, F artı 10 olsun. Deməli, F F sükunətdəki 2-dir də. 12 tərcihimiz də 4-dür də. 8 bölü 4 2 kaldı. yəni F6-dan 10-dur. Sonra təcil də 4-dür, A da 4-dür. Neyi soruşdur bizdə? Hansılar mütləq doğrudur? Cismin kütləsi 2 kiloqramdır. 2 də 4-ün 8, EMA eləyir 8. Ondan da 2 çıxanda o da eləyir 8. Deməli, birinci doğrudur. Hı. Sonra cismin Bəli. təsir sürtünmə qüvvəsi ən böyük qiyməti 2-dir. 2-dir, O da bəli, doğrudur. Düzdür. Sürət də V bərabərdir 6. 3 Cismin hərəkəti dəfə başladı. 4-ün 12. Bu da düzdür. Onda 3 də doğrudur. Sonra neçəyə baxaq. 30 da məsələn bu qədər verib hansı doğrudur? Təsir edən qüvvə 4 newtondur. 4-dür. 20 newton qabağa da artır. Dördü də 4-ə vuranda 16 edir. Deməli, bu hərəkət edəcək artıq. Düzdür. Əvəzləyici qüvvə də Bəli, 20 Newton 16-dan çox. bəli. O da belə çıxır ki, o da belə çıxır ki, 1 doğrudur. Təcil 2-dir. 4-ü böləcəkdir 4-ə. Düzdür. O da 1 eləyir. Bu səhvdir. Cismə təsir və sürtünmə qüvvəsi 12 newtondur. 12 EMC-dən taparıq. Orada hansı növdən istifadə eləməliyik? 0.3-dən. Düzdür. 0-da niyə ki, müəllimə? O görə də hələ 2 Hərəkət edir axı. Hərəkət etdiyinə görə. ola bilər 2 də. Hə, ola bilər 2 də doğru olsun. Onda olacaq 20 çıxılsın. 0.3 vurulsun 40-a. Düzdür. Bu da eləyir neçə? 8. 8-i də 4-ə böləndə neçə eləyir? 2. Təcil. Onda belə çıxır ki, bu 2 də doğrudur. Yox, müəllimə, burada əgər cisim hərəkət edirsə, biz niyə statiki götürək ki, ikincini götürəcəyik də müəllimə? 0.3-ü. Müəllimə, ikincini Bəli, götürmüşəm də. Cismə Bəli, təsir bəli. sürtünmə qüvvəsi 12 newtondur. Bu da doğrudur da. 0.3-ü 4-ə vuranda 12 düzdür. Məsələdə axı Axı yazır şərtdə cisim sükunətdədir. Əvvəl sükunətdə olub da yəqin ki. Sükunətdə olan bu qədər cismə deyir, sonradan bu qüvvə təsir eləyib. Bizə demir tabi qüvvənin təsiri altında sükunətdədir. Bu sükunətdə imiş, o başlayıb təsir eləməyə. Onda belə çıxır ki, bu cavab səhvdir də. Bu, birinci. Onda cavab 2 ilə 3 olacaq, yəqin ki. 30-da görüb mən bayaq nə Biri nəyə əsasən tapmışdıq ki, 4 Newton müəllimə? Y yazmışam. Y düzdür. Onda 4 newton olmayacaq əvəzləyici qüvvə. Əgər 20 newton qabağa da artırsa, 8 newton da 12 newton da dala da artırsa, sürtünmə, onda əvəzləyici olur 8 newton. Bu aydın. 8. Hə, bəli, bir doğru deyil. Onda cavab olur 2 ilə 3. Bizi aparıb Türkiyədə qoysalar müəllimliyə imtahan vermək, yəqin ki, 0 yığarım. Müəllimə, mən biraz gec qoşuldum. Burada statik sürtünmə əmsalı ilə kinetik sürtünmə əmsalı belə başa düşdüm ki, cisim sükunətdə olanda sükunət sürtünmə əmsalı başqa qiymət alır, hərəkətdə olanda başqa. Sükunətdə olanda yerindən tərpətmək daha çətindir, nəinki sürəyib aparmaq. Hər bir şeylə. Bildim, orada sürtünmə əmsalı biz demişik içindən asılı deyil. Sürtünmə əmsalı asılı deyil ki. Amma yerindən tərpətmək üçün onlar əmsal başqadır, sürüşdürüb aparmaq üçün onlar əmsal başqadır. Eyni deyil yəni. Biz ümumiyyət orta məktəbi barədə heç demirik, nə dediyimdə demirik. Orta məktəbdə yoxdur, dimdə də yoxdur müəllimə. Bak getdi. Orta məktəb. Belə şey sual sala bilərlər ümumiyyətlə. Amma ki, həqiqətdə var da bu şey, var. Yəni, öyrənmək istəyiriksə, öyrənirik, çalsınlar, salmasınlar. İmtahana görə eləmirik ki, biz bunu özümüz savadımızı artırmaq üçün edirik. O heç sadəcə olaraq prosta biraz bilmədiyim bir şey oldu. Ona görə bir çaşdım, duruxdum ki, yəni
Biz də bilmirdik müəllimə. İndi də öyrəndik hamısı. Yaxşı, baxaq. Məsələyə baxaq 31-ə deyir. Yol boyunca sürtünmə qüvvəsinin sabit olduğu mühitdə K nöqtəsinə V sürəti ilə atılan cisim L, M və N nöqtələrindən keçərək üfüqi müstəviyə çatırsa, mühakimələrdən hansılar doğru ola bilər? Doğru ola bilər, yəni birdən mütləq doğrudur. Gəlin görək hansılar doğru. K ilə aralığında cismin təcili ən böyükdür. Düzdür, yoxsa səhvdir? Demək, cisim Yuxarı. F-lə yuxarı gedirsə, mg sinüs alfa minus F sürtünmə böyük deyil axı. Eva bərabər olacaq mg sinusla F sürtünmənin cəmrinə. Düzdür, müəllimə? İndi Yoxsa yox, cəminə. Hə, doğru, cəminə. Ola bilər ki, bu doğru olsun. Baxaq hələ obursılara da. Cisim N nöqtəsində yenə V sürəti ilə çatır. N nöqtəsinə V sürəti ilə çata bilər, sizcə bu? Sürtünmə varsa. Bu enerjinin saxlanma qanununa ziddir. Bu MV kvadrat bölü 2 ilə Bəli, tutulursa, çalsa bitməz axı. bu bərabər Onda olacaq. sürtünmə qüvvəsinə qarşı iş görür də. Bəli, sürtünmənin işi üstə gələk MV2 kvadratı bölü 2 olacaq da. Yəni enerjinin saxlanma qanununa görə bu ziddir. V ilə çata bilməz. Cisim M-in arasında bərabər yerləşən hərəkət edir. M-N arasında. Burada bərabər yerləşən hərəkət edə bilər, yoxsa yox? Yəqin ki, eləyə bilər. Demək, cisim aşağı düşür. Eləyə bilər. Bəs sürtünmə qüvvəsi hara getdi müəllimə? Onda mg sinüs alfa minus F sürtünmə olmur. Sürtünmə elə qalır yerində. Deməli, burada olur MA2, bura A1 yazaq. MA2 bərabər olur. Arxaya doğru təsir eləyir nə? Sürtünmə. Qabağa doğru da təsir eləyir mg sinus. Olur mg sinus minus F sürtünmə. Buna görə də A1 təcili burada A2 təcilindən böyükdür. Yəni, cavab 1 doğrudur. Düzdür? Birinci doğrudur. Bu 2 səhvdir, 3 də doğrudur. 3 də doğrudur. Cavab olacaq D bəndi. Görüb bizdə də elədik. 31. Hə, sadəcə olaraq mənim aşağıya doğru gəldiyinə görə ağırlıq qüvvəsinin təsiri altında bəli, yeyinləşən hərəkət edir də ümumiyyətlə cisim istənilən halda. Öyle deyil ki, mənimə. Yerləşən gedəcək də, bəs nə? Bəli. Üfüqi səthdə də onun sürəti azalır biraz. Yuxarı qalxdıqca azalır. Sonra üfüqi səthdə sürtünmə varsa, elə orada da azalacaq. Amma kiçik təcillə azalacaq da. Bayaq ki, təcil J sinus üstə gələ F sürtünmə bölü M olacaq. Amma burada təcili az olacaq. Yavaş-yavaş azalacaq. Ondan sonra üzü aşağı gələndə arta bilər. Üzə çatırsa. Çatır deyir. Demir ki, orada gedib çatıb dayanır. Düzdür. Bizə məlumdur. O hansı sürətlə çatır. Gəlin bir də üzümüzün sürətə qrafiki çəkək. Deməli, burada olacaq V daha kəskin təcillə artacaq. Belə. Burada artacaq deyirəm. Artacaq. Azalacaq, səhv çəkdim. Yavaşlayacaq. Oradan çəkək. Yuxarıdan aşağı. Yuxarıdan aşağı azalacaq riski. Ondan sonra nə olacaq? Gələ də azalacaq burada. Ondan sonra nə olacaq? Arta bilər. Burada ağırlıq qüvvəsi iş görür də, düzdür. Ona görə də burada arta bilər. Amma yavaş-yavaş artacaq da belə. Belə artacaq. Bu təsirlə yox. Belə ola bilər. Yəni, ola da bilər bu gəlsin, bu qiymətə çatsın, amma ola bilməz. Çünki burada sürtünmə qüvvələri var. Sürtünmə olmasını gəlib çatar. Cavab, deməli 31-də cavab olacaq D. 31-də cavab olacaq D. Sonra müəllimlər, sonra neçəyə baxaq. Sevda müəllimə, bu türklərin testidir, yəni Azərbaycanlılar tərəfindən tərcümə olunub, yoxsa bizim Azərbaycan testləridir? Yox, biz tərcümə eləmişik müəllimə, 4-5 müəllim, yoxsa eləmişik. Görək inşallah çap eləyəcək. Xeyirli olsun. Sağ olun. Üfüqi müstəvidə sükunətdə olan 3 kiloqram kütləli bloka 20 newtonluq F1
5 newtonluq. Hə, burada blok sözü yük kimi gedir. Blok deyil bu. Onlarda blok sözü yük kimi gedir. Olacaq burada. Yükəm. Yükə. 20 newtonluq F1, 5 newtonluq F2 qüvvə. Deməli, F1 20-də F2 də 5-dir, təsir eləyir. Müstəvi üzərində hərəkətsiz qalmaqda davam edir. Davam edirsə, deməli, biz hələ sükunətin ən böyük qiymətinə çatmamışıq. Düzdürmü, müəllimlər? Onda belə çıxır ki, sükunət hara yönələcək? Sözsüz ki, 5 newton tərəfə. Sükunət 5 tərəfə. Hal-hazırda nə qədərdir? 15 newton. 15 newton yerindən tərpənmirsə, əvəzləyici qüvvə 0 olmalıdır. Buna əsasən cisimlə üfüqi müstəvi arasındakı statik sürtünmə əmsalı aşağıdakılardan hansı ola bilməz? Statik sürtünmə, yəni maksimal. Deməli, bu hələ maksimal deyil. Bu maksimal qiymət deyil. Maksimal bundan böyük olmalıdır. Düzdürmü? Deməli, bizdə bu sükunət sürtünməsidir. Amma o maksimal qiyməti deyil. 15 newtondur. Yəni, bu kiçikdir. Sükunətin maksimal qiymətindən kiçikdir. Bərabər olsaydı hərəkət edərdi. İndi gəlin görək bu neçə ola bilər. Maksimalı tapaq. Görək nə qədərdir. 0.3 onda 5 aldıq da. 15 ilə olsa 0.3 olur. Onda 5 əstağfurullah. Bəli, o MJ-miz 30-dursa, onda indi hal-hazırda tapsaq, elə bil ki, növünü olacaq necə? 15 bölünsün 30, 0.5. Deməli, bu 0.4 ola bilməz. Yəni 0.5-dən böyük qiymət. Böyük olacaq, bəli. 0.4 ola bilər. 0 onda ola bilməz, 0.4-dür da müəllimə. Ola Bəli. bilməz. Bəli, bəli. 0.4 ola bilməz. A bəllidir. 32. 33-ə baxaq. 33-də deyir ki, üfüqi masa üzərində duran bir cismin ipin ucuna tətbiq edilən üfüqi müstəviyə paralel F qüvvəsi ilə şəkildəki kimi dartılır. Sistem içərisindəki qüvvələrdən bəziləri, deməli, W yerin cazibə qüvvəsi, N reaksiya qüvvəsi, F sürtünmə üfüqi səthdə tətbiq edilən sürtünmə qüvvəsi, T, FT də ipdə əmələ gələn gərilmə qüvvəsi. Deməli, 4 qüvvəmiz var. Deyir ki, bunlarda hansıları təsir, əks təsir cütü deyil. Təsir, əks təsir cütü odur ki, məsələn, cisim Bir-birdə tarazlaşdırır da mən. Newtonun 3-cü qanunundakı qüvvələr deyir də, yəni, düzdür. Gəlin, baxaq. W ilə ağırlıq qüvvəsinə reaksiya qüvvəsi. Təsir, əks təsir cütüdür, yoxsa yox? Cütüdür. Cütüdür. Xeyr, cütü deyil. Niyə cütü olsun ki? Ağırlıq qüvvəsi qravitasiya təbiətlidir, amma reaksiya elektromaqnitdir. Biz Newtonun 3-cü qanunda deyirik ki, o qüvvənin biri hansı təbiətlidirsə, Eyni o təbiət. həmin təbiətli olmalıdır. Eyni təbiətli olsa, amma əks deyil. Sonra F sürtünmə və F təzyiq. Təzyiq. Cütü deyil, deməli bu cavab doğrudur. Cütü deyil. F sürtünmə və F tığ bilirsiniz nədir? Gərilmə. Bu ipin gərilmə qüvvəsidir. Bu da budur. F sürtünmə də budur. Dayağın səthə göstərdiyi qüvvə F sürtünmədir. Düzdürmü? Dayaqla səth arasındadır da. Səth dayağı qabağa dartır. Dayaq da səthi dala dartır. Təsir, əks təsir qüvvələri bunlardır. Amma ipdəki qüvvə nə? Yox. İpdəki qüvvə cismi qabağa dartır. Cisim də ipi hara dartır? Ay müəllimlər, dala. Deməli, bu da deyil. N və F sürtünmə. N nədir? Dayağın cismə təsir. Tərs qüvvəsi də cüt qüvvəsi olur. Cismin dayağa təsiri, yəni çəki. N-in təsiri budur. F sürtünmə də ki, ikisini də çəkmişəm burada. Bu F sürtünmə 1-dir, bu da F sürtünmə, həmin sürtünmə qüvvəsidir, işarəsi əks. Deməli, bu da deyil. Ona görə cavabların 3-də olur. Sonra... Müəllimə, burada qüvvənin təbiətini soruşmurdu bizdə. Biz əks təsir. Müəllimə, soruşmasa da biz bilirik axı. Əks təsir qüvvəsi Newtonun cüt qüvvələridir. Newtondakı cüt qüvvələridir. Bəzən uşağa soruşursan, deyirsən ki, məsələn,
Burada bir cisim asılıb da ipdən. Göstər burada əks təsir qüvvələri. Deyir ki, məsələn, Aha. ağırlıq qüvvəsi ilə ipin gərilmə qüvvəsi. Yox, onu deyə bilmərik. Hə, səhvdir. Deyə ağırlıq İpin qüvvəsi gərilməsi ilə çəki olur. qüvvəsi yerin mərkəzində də və yuxarı yönəlib. Bax budur. Görürsüz? İpin gərilmə qüvvəsi cismi hara dartır yuxarı? Çəki ilə əks, Bəli, əksdir. bax, o da ipə təsir eləyir. İpə təsir eləyir və Hə, aşağı. başa düşdüm mən. Doğru. Hə, düzdür. Mən səhv. W başqa şey bildim. Hə, düzdür. Bunu müəllimə, burada kim var ki, özümüzün. Mən bunu reklam məqsədi ilə eləmirəm. Vallahi heç bir indirəm dərs başlamayıb, fürsət də eləyir. Heç kim səmimi olmaz. Mən tapardım o sualların cavabını hardan olsa şey eləyərdim, deyərdim budur. Deyirəm ki, mən səhv eləmişəm. Burada biz bir ailəyik. Məqsədimiz odur ki, bu imtahandan yəni elə çıxaq ki, ailəmizi dolandıra bilək. Sonra baxaq 34-ə, hamı səhv eləyirik. Səhv eləməyə də öyrənmək olmur. Səhv eləyə də qəşəng öyrənirsən. Şəkildə divarın səthində sükunətdə olan cismə təsir edən qüvvələr göstərilmişdir. Buna əsasən F1, F2, F3 və F4 qüvvələri variantlarda verilən qüvvələrlə uyğunlaşdırıldıqda hansı qüvvə boş qalar? Gəlin baxaq görək bunun hansıdır. Sürtünmə qüvvəsi var. Sürtünmə var. Bu F1-dir. Düz deyil müəllimə. Sonra tətbiq edilən qüvvə. Tətbiq edilən qüvvə bu qüvvədir. F2 də olur. F3. F2 də olur. Görürsünüz, bunu belə itəlir. Sonra təsir qüvvəsi bu F2-dir. F2. Bunu belə itəlir, divar da bunu belə itəlir. Ağırlıq qüvvəsi F4-dür. Bir dəyə qalır ətalət. Ətalət qüvvəsi. Ətalət qüvvəsi. Ətalət qüvvəsi bilirsiniz nədir müəllimlər? Elə bil ki, biz məsələn tutaq ki, biz qameykada oturmuşuq, məsələn bir avtobusda oturmuşuq, deyək ki belə. Bu oturanda avtobus birdən yerindən tərpənir, məsələn A təcili ilə qabağa. Bax onda bu avtobusun A təcili ki var, onu biz vururuq öz kütləmizə, bax EMA qüvvəsi. Bu yalançı bir qüvvədir əslində. Əslində biz ətalətə görə öz yerimizə qayıtmaq istəyirik. Yəni bu maşın bizi qabağa dartanda bizi öz sürətimizi saxlamaq istəyirik. Yəni bu həyatda yerə nəzərən hansı nöqtədəysə orada olmağa çalışırıq da mən belə. Avtobusa nəzərən elə bil ki, biz EMA ilə dala gedirik. Bax bu bizə necə də fiktivli bir qüvvədir də. Bu tətbiq eləyəndə məsələləri eləmək asan da olur. Ona görə də elə bir qüvvə əslində yoxdur müəllimlər. Sonra xüsusən Sevda müəllimə, biz uşaqlara başa salanda, məsəl üçün biz ona təcil deyirik də. Yəni təcil. İndi biz onu ətalət qüvvəsi desək səhv olar yoxsa? Siz deməyin. Siz o uşağı ancaq o olimpiyada uşaqlarına belə desəz hamısı qarışar bir-birinə. Hə, doğru. Olimpiyada uşaqlarına başa salırıq. O məsələləri uğursuz eləmək olmur da. Yəni çox rahatdır ondan eləmək. 35-ci məsələdə deyir ki, cavablardan hansında sərbəst cisim diaqramı doğru çəkilmişdir. Bunlar da bilmirəm nə deməkdir. Belə başa düşürəm ki, yəni qüvvələrin şəkli. Gəlin baxaq. Bu kişi elə bil ki, bu arabanı aparır, düzdür. Deməli, belə bir qüvvə ilə onu dartır. Sürtünmə qüvvəsi hara təsir edəcək? Arxaya. Sola. Ağırlıq qüvvəsi C variantı. Reaksiya qüvvəsi yuxarı təsir edəcək. Sonra deyir ki, bir cismin sükunət halından hərəkət halına keçə bilməsi üçün Newton ikinci qanuna görə xaricdən qüvvə ilə təsir edilməlidir. Buna görə qaçış zamanı idmançıların xarici təsiri olmadığı halda birdən qaçaraq yarışa başlaya bilmələri verilən qüvvələrdən hansıların təsiri ilə gerçəkləşər. Qüvvə təsir eləməsə cisim öz sürətini nə qayıtmaz müəllimlər? Dəyişməz, düzdür? Dəyişməz. İndi bəs idmançı deyir, durduğu yerdə heç bir qüvvə təsir eləmədən qaçır. Onda o nə təsir eləyir, o elə eləyir, elə qaçır. Sürtünmə qüvvəsi də müəllimə. Bəli, sürtünmə qüvvəsi də ayağımızla biz yeri hara itəliyirik? Yerə necə
İtəliyirsə o da biz irəliyə doğru itəliyirik. Bəli, biz yer kürəsini arxaya itəliyirik. O da əvəzində bizə cavab verir, bizi qabağa itəlir. O orada bizə deməli qaçmağa imkan verən qüvvə olur sürtünmə qüvvəsi. Və sürtünmə qüvvəsi də müəllimə qabağa yönəlir də. Biz yeriyəndə ya qaçanda. Bəli, sükunət sürtünməsi. Bəli, sükunət sürtünmə qüvvəsi. Qabağa Sürtünmə yönəlir. qüvvəsi iki rolu var da bizim həyatımızda. Həm mənfi təsiri var, həm müsbət təsiri. Bəli. O elə bil ki, sükunət sürtünməsidir. İndi bizi hansılarının təsiri ilə gerçəkləşər, onda həm bu cavabı götürür, həm də bu da. Çünki bununla biz o təsir edirik, o da bizə ona cavab verir. Yerin cazibə qüvvəsi yoxdur cavabı, olmalı deyil. Sonra görək 37-də nə deyir? Asandır. Burada da Dayanım reaksiya qüvvəsi, sürtünmə, bir də ağırlıq. Bir də ağırlıq emişim. B variantı. və yuxarı C yönəlir. variantı. Yuxarı gedirsə sürtünmə aşağıda. Sürtünmə aşağıda, C variantı, bəli. Bəli. Mən sualımı tapa bilmədim. Müəllimə, orada bir şəkil var idi, skameyka. Müəllimə, Onu yavaş-yavaş tapa bilmirəm. baxın, yavaş-yavaş aparıram. Bəli. Müəyyən Qiymət qiymət olmasa sonra biz o onları suala tapsaydı. təkrar işlədik demək olar ki. 22-ci sual deyir müəllimə. 22-yə baxaq. 22-ci Doğru. Bax bu sual Hə. mənə 22-ci sual. Valla burada bu sual mən bu- özümdə çox fikirləşdim. Sizcə hansı cavabdır burada? Deyir ki, dolu butulka daha tez gəlib çatır, nəinki boş. Sizcə hansıdır burada? Ara gəl. Bu deyir, dolu butulka gəlib M nöqtəsinə çatır, amma boş gəlir L nöqtəsinə çatır. Ətalətliyə görədir da müəllimə. Ətalətliyə görə ağır butulka tez çox gedər, müəllimə. Müəllimə, Biz məncə orada məsəl üçün enerji demirik, qüvvəsi. Viktorla avtomobil deyirik ki, tormoz verən ən çox Əslində mən bunu deməli şey eləyərdim, izah eləyərdim ətalət momentinə görə. Bu fırlanan cisim var ha. Bu cisim belə fırlana düşür ha. Onda bu cisim kinetik enerjidən başqa şeydir, fırlanma enerjisi də qazanır. Ətalət momentinə görə fırlanmanın özünə görə izah eləyək. Bu ən çox mənim valla nə deyim, mənə elə gəlir ki, burada cavab bu olacaq. X şüşəsinin içindəki qum dənələrinin bir-birləri üzərində sürüşərkən aralarında daxili sürtünmənin yaranması. İçəridəki sürtünmə elə bir boş yarımçıq butulkanın qum dənələrinin arasında sürtünmə özünü daha çox göstərir, nəinki bütöv butulkanın. O deyirlərəndə o hərəkəti elə bir hərəkəti tormozlayır da, onları yerin içəridə dəyişəndə. Mənə bilirsiniz bu nəyə bənzəyir? Çiğlə bişmiş yumurta hərəkəti var. Deyirsiniz ki, fırladanda hansı tez dayanır. Ona bənzədir bu. Elə bil bunun içindəki, məsələn, tutaq ki, bu içi boşdur, belə bir şeydir. Gəl, özümüz üçün təsəvvür eləyək, görək nədir. Deməli, tutaq ki, bunun içində qum dənələri yarımçıqdır da, orada var belə. İndi bu fırlanıb düşəndə, tutaq ki, bunlar üzü aşağı sürət alır. Ondan sonra bu fırlananda o üzü aşağı Qum dənələri fırladır da müəllim onu üzü aşağı. Qum dənələri yox, butulka özü mailin üstündə fırlanır. Bu maili səhvdir belə. Onun üstündə fırlanır. Bu qum dənələri istəyir ki, aşağı getsin. Butulka çönür. Ona görə də bu hissələr başlayır yuxarı getməyə elə bir ki. Onda qum dənələrinin hərəkəti bu butulkanın hərəkətini tormozlayır. Aydındır. Elə bil ki, bunlar bunun içindəkilər üzə yuxarı gedəndə bu butulkanı qoymurlar da üzü aşağı getməyə. Yarımçıq butulkada da. Yarımçıqda, bəli. Yarımçıq butulkada yəqin. Bəli. Elə bil, məsələn, yelləncəkdə bir uşağı yelləyirsən də. Bu yelləncək gəlib qırağa çatanda sürətə qutarır və bu dala qayıtmaq istəyir. Amma sən daldan qaçıb onu itələyəndə day da bu hərəkətə müqavimət qüvvəsi kimi çıxış edirsən və hərəkəti söndürürsən də, bu rəqsi söndürürsən. Ona görə də ən yaxşı
Nə vaxt olur ən yaxşı rəqs? Sən burada durasan, sənin qüvvün tezliyi bu rəqqasın tezliyindən olsun, Onun bərabər olsun. Bu bir dəfə tezliyinə üst-üstə düşmər. rezonans hadisəsi, ay sağ ol. Amma Rezonans indi bunun içindəki qum dərələrinin hərəkət sürəti bu butulkanın sürətinin əksinə olur. Ona görə də mən belə fikirləşirəm ki, cavab budur. Buna cavab yazmadım sözündə. İstədim sizinlə bir yerdə bunu məsləhətləşək, yəni həll edək. Yəni cavabları tapan kimi mən o sizə atacağam. Hələ ki cavablar tapılmır. Mən də yalandan nə deyim ki, cavab budur. Bax, özüm işlədim bəyən tələsik ki, görüm nədir də, heç olmasa xəbərim. Sağ olun Sevda müəllimə. Belə Sağ olun. qızıldan dəyərli vaxtınızı Mənə bu bizim test üçün ayırdığınız tərtib edən Sevda Buyurun. müəllimə, bu testləri tərtib edən sizdən savadlı ola bilərmi? Başqa bir cavab verə bilərmi? Yəni versə də artıq düzgün. Nə deməkdir? Hamıdan savadlı insan var. Heç kim deyə bilməz ki, məndən savadlı insan yoxdur. O qədər var ki. Bu dəryadır da, bilirsiniz, elm dəryadır, fizikada var şey. O qədər bilmədiyim şeylər var ki, vallahi hamımız eləyir. Sadəcə vaxtınızı çox, necə deyim, çox mətbəxdə zətdə keçirməyin də, bunlara baxın. Çünki imtahan verəcək. Heç onun pulu da o ayına dursun, adam özü, necə deyim, məktəbdə zətdə pis olmamaq üçün hazırlaşır. İnşallah. Mən yoruldum. 2 saat artıq. Çox sağ olun müəllimə. Allah sizdən razı olsun. Minnətdaram. Çox sağ ol. Çox sağ olun. müəllimə. Sağ olun. Çox sağ olun. Gecəniz xeyrə Çox olsun. sağ olun. Sevda müəllimə sağ olun. Minnətdarıq. Siz də sağ olun. Sağ olun müəllimə. Siz də sağ olun. Sağ olun.